Şəmkir rayonunda 24 yaşlı oğlan sosial şəbəkədə tanış olduğu yetkini yaşına çatmayan qızla intim münasibətdə olub. Teleqrafın əldə etdiyi xəbərə görə Şəmkir rayon sakini 2001-ci il təvəllüdlü Cavidan yetkini yaşına çatmayan Dəryanı ötən il iyulun 15-də yaşadığı kənddən evinə gətirib. O, avqustun 2-sinə də qızla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olub. İstintaq orqanı tərəfindən Cavidanın barəsində Cinayət Məcəlləsinin 152.1 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən göstərib ki, Qazax rayonunun kəndində yaşayan Dərya ilə 2024-cü ilin mart ayında Instagramda tanış olub. Dərya ilə sosial şəbəkə vasitəsilə əlaqə yaratdım. İyulun 15-də saat 10 radələrində xatırlamadığım mobil nömrədən o zəng etdi. Şəmkir şəhəri ərazisində Bravo Marketin yanında olduğunu və mənimlə görüşmək istədiyini bildirdi. Saat 12 radələrində marketin yaxınlığına getdim, Dərya ilə görüşdüm deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə Dərya ona Instagram sosial səhifəsinə baxmağını və orada hər şeyin ona yazdığını deyib. Sosial şəbəkə səhifəsinə daxil oldum. Dərya ailəsi ilə yaşaya bilmədiyini və mənimlə ailə qurmaq istədiyini yazmışdı. Mən də razılaşdım və onu yaşadığım evə gətirdim. Onunla yaşamağa başladım deyə Cavidan ifadəsində qeyd edib. Cavidanın sözlərinə görə iyulun 29-da saat 22 radələrində Dərya ilə onun öz razılığı əsasında Dəryaya uşaq gətirmək məqsədi ilə cinsi əlaqədə olmağa başlayıblar. Həmin vaxt Dəryanın yaşının az olduğunu bilməmişəm, ona heç bir fiziki və qüvvə və zor tətbiq etməmişəm deyə o ifadəsində göstərib. Təqsirlənən şəxsin sözlərinə görə 44 günlük vətən müharibəsində iştirak edib, 23 medalı var. Zərər çəkmişlə faktiki ailə münasibətindəyəm. O hazırda 7 aylıq hamilədir. 18 yaşına çatdıqdan sonra ailə qurmaq fikrim var deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş Dəryanın anası Elmiranın sözlərinə görə Cavidanı əvvəllər tanımayıb, onu 2024-cü ilin iyul ayından tanıdım. Gecə saat 3:30-da yaşadığım evdən çıxaraq Tovuz rayonunun ərazisində tarlanın kartof yığmağa getmişəm. Kənddən qayıdanda qızım evdə tapmadım. Qohumlarımdan qızımın görüb görmədiklərini soruşdum. Müsbət cavab almadım. Saat 19 radələrində qızım zəng etdi və ailə qurmaq məqsədi ilə Cavidan adlı şəxslə getdiyini bildirdi. Qazax rayon polis şöbəsinə ərizə ilə müraciət etdim. Az yaşlı qızımın Cavidanla ailə qurmaq adı ilə getməsi barədə məlumat verdim deyə zərər çəkmiş şəxsin anası ifadəsində göstərib. Elmira qeyd edib ki, həmin gün saat 23 radələrində Cavidanın anası İlhamə onlara gəlib. Qızımın ailə qurmaq məqsədi ilə oğlu ilə getdiyini dedi. Ertəsi gün qızımla görüşdüm. Qızım evdə tək idi. Cavidanın işdə olduğunu dedilər. Qızıma az yaşlı olduğunu bildirdim, evə gəlməsini tələb etdim. Lakin o Cavidanla qalmaq üçün və yaşamaq istədi deyə zərər çəkmiş şəxsin anası ifadəsində göstərib. Bu cinayət işinə Şəmkir rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.